Ölkəmizdə uşaqların 75% gündəlik internetdə mobil cihazlardan istifadə edirlər. Psixoloq İlahi Aslanova isə deyir ki, 3-6 yaş aralığında ekran müddəti 30 dəqiqə, 7-12 yaş aralığında isə 1 saata qədər olmalıdır. Bundan başqa, telefondan çox istifadə halları uşaqlarda bir sıra problemlərə səbəb ola bilər. Birinci növbədə bunu deyərdim ki, akademik və zehni bacarıqlarına birbaşa təsir eləyir. Onlarda yaddaş pozğunluğu yaradır, aqressivlik, əsəbilik, dözümsüzlük yaradır. Ələxüsusda bu uşaqlarda yuxu problemləri yaranır. Melatonin adlı hormon doğru ifraz olunmadığı üçün, normal yuxu yatmadıqları üçün səhər oyandıqları zaman aqressiv, gərgin, yorğun olurlar və məktəbdən yayınırlar, dərs oxumaq istəmirlər, enerjiləri və gücləri olmur. Araşdırmalar göstərir ki, dünyada uşaqlar bir çox hallarda internetdə aldadılır, zorakılığa məruz qalır, texniki və sosial-psixoloji təhdidlərlə üzləşirlər. Bu da onların psixoloji durumuna təsir edir. Firuzə Bənlisadə, Ramil İbrahimova, Süleyman Soy, Xəbər ertəsi.